Salam uşaqlar, necəsiniz? Bu gün sizlərlə ədədi orta, moda bir də medianı keçəcəyik. Ədədi orta, moda və media 6-cı sinifdə başlayır. Bu qaydanı 6-cı sinifdə keçir. Ədədi orta nədir? Ədədi orta məsələn burada 4 dənə ədəd var. Bunlar sizə gələcək ki, məsələn qarşınıza çıxacaq 6, 5, 3, 2. Bu ədədin ədədi ortasını tapın. 6'nın üstüne 5 gəlir, üstüne 3 gəlir, üstüne isə 2 gəlir. Bərabərdir. 6'nın üstüne 5 gəldi, 11. 11'in üstüne 3 gəlir, 14. 14'ün üstüne 2 gəlir, 16. Bu ədədi burada 4 dənə ədədimiz var. 6, 5, 3, 2. Ona görə 16'nı böləsi 4'ə. Əgər burada 3 ədədimiz olsaydı, alınan ədədi 3'ə böləsiydik. 16'nı 4'ə bölürük, 4 düşür. Bizim ədədi ortamız burada 4 olur. Əgər məsələn bölünməyən bir ədəd olur, ədəd ortamız məsələn 18 bölünsün 5. Burada 3 dəfə düşür. 15 3 gəlir. Bura bir 0 artır. Bura vergül qoyuruq. Bunda da 6 dəfə yerləşir. 3 tam onda 6. İndi isə modanı başa salacağım. Moda. Moda isə ən çox təkrarlanan ədəddir. Məsələn 6, 5, 5, 4. Burada bizim modamız 5 olur. Moda bu qədər asandır. Median isə məsələn median isə burada ortadakı ədəd olur. Bunun ortasındakı ədəd 3'dür. Bizim medianımız burada 3 olur. Əgər ortada 2 ədəd düşürsə, bunda 3'ün üstünə 1 gələsi 4. Burada 2 ədədimiz var. 4'ü də 3 bir də 1. 4'ü böləsi 2'yə qalacaq 2. Burada isə bizim medianımız 2 olur. Bu qayda bu qədər asandır. Bu günlük bu qədər. Gələn dərs görüşənədək.